Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb. Hadisə İstanbulun Qazi Osman Paşa rayonunda qeydə alınıb. Belə ki, cəsəd bir həftə ərzində evdə qalıb. Cəsədin qoxusu yaşayış binasının blokuna yayılıb və qonşular polisə müraciət ediblər. İstanbul polisi qapını açaraq azərbaycanlı iş adamının cansız bədənini aşkar edib. Eyni zamanda mənzilin hər yerində qan izlərinin olduğu müəyyənləşib. Həmin evdə iş adamının bacısı çarpayıda yatmış vəziyyətdə olub və bir həftə ərzində eyni evdə qalıb. Onun psixoloji problemlərinin olduğu bildirilir. Həmin qadın evdən çıxarılaraq təcil tibbi yardım müəssisəsinə yerləşdirilib. 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib. Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub. Digər məlumata görə azərbaycanlı iş adamı Bəniz ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.